Hər vaxtınız xeyir olsun. Bugün Hadrutu gəzməyə çıxmışıq. Çox maraqlı bir yerə gedəcəyik. Sizlərə də istədim uzun vlog şəklində çəkəm. Əslində bura bizim evdən aşağı düşən hissədir. Çox maraqlıdır. Tez-tez gəlmişik. Və ən sevdiyim yerlərdən biridir. Bura iki çay arasında olan köhnə Hadrutdur. Hələ ki burada yuxarı tərəflərdə, mərkəz tərəflərdə təmir işləri gedib. O yoldan üzü o tərəfə gedəndə təmir işləri gedib. Amma belə bu tərəflərdə yox. Çox maraqlı, qəşəng evlər var burada. Yavaş-yavaş gedirik, düşürük aşağı. Hadrutun, belə deyim də, hansı ki bildirdim, iki çay arasındadır. Onun birinci çayını sizə göstərəcəm, amma ikinci çayına gedib çata bilmirik. Axşam vaxtı çıxmışıq, görək saat neçəyə qədər gəzə biləcəyik, qaranlığa düşməsə yaxşı olar. Buralarda təmir getmədiyini düşünürdüm, amma görürəm ki, bir neçə dənə yerdə evlər artıq düzəlib. Yəqin hər halda fikir verməmişəm. Bu evlərin mənzərəsi, o təzə evlərin belimdə tikilməsinin qarşısını alıb görməmişəm. Burada biri tikilib, daha doğrusu ikisi də o tərəfdə tikilib. Xeyirli uğurlu olsun. Dəlsən yaşayış var artıq. Yavaş-yavaş düşürük. Artıq küçəyə düşürük. Burada belə maraqlı bir ev var. Hələ bundan gözəl evlər var. Bu hələ ən, belə deyim, sadəcə mənzərəsi, buradan baxdığımız zaman mənzərəsi çox gözəldir. Hər halda zamanla buralarda təmir edəcəklər və burada yaşayan insanlar çox şanslıdır. Çünki mənzərəsi çox qəşəngdir. Mənə görə mənzərəsi qəşəngdir, amma daha bilmirəm içəridə necə görsənəcək. Belə hələ də düşür aşağı, çaya az qalıb, biraz əvvəldə artıq çay var. Artıq demək olar ki, tam aşağıya düşdük. Buradan çay gedir. Əslində yayda bu çay çox qəşəng, belə bol çay idi. Yəni yaxşı axırdı, amma artıq yağışlar azalıb deyə, dayanıb deyə demək olar ki, artıq demək olar ki, çayda su çox zəif bir vəziyyətdədir. Buradan da qəşəng bir pilləkən var idi, amma təəssüf ki, artıq belə deyim də o pilləkən bağlanıb da, tam belə yer qalmayıb ki, məsəl üçün buradan çıxasan, o tərəflərə çıxılır artıq. Belə buradan bir küçə aşağı gedir. Bu nədir burada belə? At var. Ne güzel atdı bu belə. Atdan biraz ehtiyat edirəm. Heç bilmirəm, həyatımda ata minmişəm yox, uşaq vaxtı bəlkə. Amma belə yadımda qalmayıb. Bu evin də mənzərəsi gözəldir. Burada da yaşayanlar şanslı mı olacaq, bilmirəm şanssızmı. Çünki buradan düz qabağından çay gedir. İndi bilmirəm, qarşısından çay gedən evlərin nə problemi olur, yəni nə kimi problemlərlə qarşılaşırlar. Ev çox qəşəng yerdədir. Burada artıq çay gedir. Buradan tam görsənmir. Buradan göstərim. Demək olar ki, Kos tam, belə deyim də, əhatəsinə alıb. Baxın, belə çay deyildi, çox gür axan bir çay idi. Sadəcə hal-hazırda, belə deyim də, yağışlar yağmır deyə, ona görə də belə zəif axır. Burada qəşəng alça var idi, doluydu bunun üstü alça ilə, artıq yoxdur. Heç bir dənəsi də yoxdur ki, sizlərə çəkən paylaşam. Bu o qədər çiçək var idi onun üstündə. Deyirdim, amma bunun alçası, bu ağac qırılar da o alçaya dözməz. Həqiqətən də gətirəndə də yaxşı gətirmişdi, turş vaxt yemişdik. Amma sonra yetişəndən sonra yoxa çıxdı. Sonra burada da bir neçə ağaclar var. Buradan artıq yenə yuxarıya çıxırıq. Dəriyə düşdük, təzədən yenə yuxarıya çıxırıq. Heyva ağacıdır, əncir ağacları var, maraqlı. Hələ də gedirik. Baxaq görək, başqa nələr var. Buraları biz bir neçə dəfə gəzmişik. Hər dəfə gələndə çox maraqlı görsənir, fərqli görsənir. Hər dəfə bir gözəlliyini görürük. İstədim buranı sizlər üçün də çəkim paylaşdım. Çalışdığım qədər tez-tez sizlərə belə səyahətimizdən qısa-qısa görüntülər çəkib paylaşacağım. Düzün desəm, editləməyə vaxtım olmur deyə qısa-qısa çəkdiyim, belə deyim, çəkilişləri sizlərlə bölüşə bilmirəm. Amma belə uzun şəkildə, yəni dayandırmadan çəkib sizlərə göstərəcəm. Buradan böyürtkənlər belə cırdı, amma biz video paylaşmışam, hansı ki YouTube'da bugün paylaşacağım. Yəni orada 1400 dəniz səviyyəsindən yüksəklikdə olan bir dağdan yığmışdıq. Hansı ki yol qırağıdır. Oradan bütün mənzərələr görsənir. Yəni oradakı böyürtkən çox böyükdür. Elə bir ki moruqdur. Artıq buradan dikə çıxırıq deyə biraz
çətinlik çəkirik. Hələ buranın düşüb təzədən çıxmaq da var. Allah özü kömək olsun. Həqiqətən biraz yolları çox dağa çıxırıq da, demək olar ki. Bir dağdan düşüb digər dağa çıxırıq. Burada da evlər var. Yavaş-yavaş gedirik. Çox maraqlı bir şey öyrəndim. Burada görürsünüz yol düz gedir də. Bir tərəfdə daşlar balacadır, kiçikdir. Bir tərəfdə böyükdür. Deyilənə görə bu daşların böyük olmağında səbəb, mən bunu yəni eşidəndə demək olar şoka düşdüm. Çay buradan məsəl üçün yağış falan yağanda çay buradan hansı ki bu istiqamətdə gəlir və o su daşları şişirdirdi ya. Buranın daşları iridir, amma buranınki balaca. Siz bu barədə nə düşünürsünüz? Sizcə elə bir şey yəni mümkündürmü, yoxsa daş su ilə şişəcək bir şey değil mi? Burada maraqlıdır. Burada girmişdik bir dəfə. Bir daha da girim, sizə də göstərim. Buradan fındıq yığmışdıq. Yaxşı fındıq var idi. İndi hal-hazırda bəlkə də qalmayıb. Bir çox ağaclar var. Armud ağacı falan, amma hələ tam yetişməyib buranın armudu. Belə. Burada sizə bir şey göstərmək istəyirəm. Bunu ermənilər özləri belə özləri üçün xəritə yaradıblar. Gökü Qarabağın xəritəsidir. Maraqlıdır, yəni araşdırıb baxa bilərsən, məsəl üçün nə fikirləşiblər, beyinlərindən nə keçirib. Amma yenə də yəni bizə lazım deyil. Əsas odur Qarabağ Azərbaycandır. Çıxmağa davam edirik. Çox çətindir, çünki üzü dikə sarı çıxırıq. Artıq demək olar ki, az qalıb. Bura gəldik. Buradan iki yolumuz var. Biri Alban kilsəsinə tərəf, digəri isə Yedigöz Kəhrizə tərəf. Alban kilsəsi tərəfə getmirik. Artıq buradan baxanda Alban kilsəsi görsənir. O qədər də maraqlı yer deyil. Ən maraqlısı Yedigöz Kəhrizdir. Ora sarı gedirik. Burada da bir yol var. Tam bilmirəm, bu yol Tağasər ya da Edişə kəndinə getməlidir. O tərəflərə indi hələ ki oranı kəşf eləməmişik. İnşallah gedib oranı da çəkib sizlərlə paylaşarıq. Burada belə maraqlı evlər var. Ermənidən qalan. Hələ ki buralar təmir olunmayıb. Bu küçədir. Belə. Bura ən sevdiyim küçələrdən biridir. Çox gözəl yerlər var. İndi yavaş-yavaş sırayla üzü o tərəfdən təmir eləyə gəlirlər. Yaxın zamanda hər halda buralar da təmir olunacaq. Çox gözəl şəkildə yəni fəaliyyətə veriləcək. Yəni erməni demək olar ki, burada heç biri iş görməyib. Hamısı belə yarımçıq tikili formasında qalıb. Elə ancaq özləri üçün, məsəl üçün market falan düzəldib elə-belə yaşayıblar. Amma maşallah olsun bizimkilər demək olar ki, artıq Hadrutda çox böyük belə deyim də obyektlər, əlavə otellər falan çox gözəl, hansı ki o ermənidən qalan yerlərin tikintisini həyata keçiriblər. Burada iki kənd var, Edişə və Tağasər kəndi. İndi inşallah ki, tam belə məlumatım yoxdur hansı hardadır. İndi gedirik, səhv eləmirəmsə, ya Edişədir ya da Tağasər. Birinə üzü düşürük aşağıya Yedigöz Kəhrizə tərəf. Əslində bunların hamısı bildirilmişdi, amma indi hal-hazırda yadımdan çıxır. İnşallah ki, videolarda çəkilişini etdiyim zaman bildirəcəm. Təzədən buradan da aşağı düşürük yavaş-yavaş. Artıq hansısa bir kəndə giriş eləmişik. Buranın mənzərəsi möhtəşəmdir bir sözlə. Çox maraqlı, qeyri-adi belə deyim də yerlərdə. İndi inşallah ki, artıq belə deyim, yenə də deyirəm, sırayla tikə-tikə gəlirlər. Buraları çox gözəl eləyəcəklər. Çünki burada tam istirahətlik zonadır. Buranın mənzərəsi möhtəşəmdir. Düşüm aşağı sizə tam göstərəcəm. Buranın mənzərəsi möhtəşəmdir. Bu ev də çox qəşəngdir. Bu evdə indi hal-hazırda təmir olunmayıb, qırıq-sökük görsənir, amma gələcəkdə möhtəşəm olacağını düşünürəm. Bu ağac isə çox nəhəngdir, çox gözəl görsənir və buradan iki yol var. O tərəfə getmirik, aşağıya düşürük. Çünki bizim gəzintimiz Yedigöz Kəhrizdir, yəni ora tərəf gedirik. Buralarda hələ ki yaşayış yoxdur deyin. Belə qəşəng ot alıb, amma çox mənzərəli, qəşəng görsənir. Bilmirəm, telefondan o qədər gözəl ötürə bilirəmmi ya yox.
Çox gözəl görsənir. Bura hələ keçən səfər gələndə günəş oradan batırdı. O qədər maraqlı bir mənzərə yaranmışdı. Bura girəndə belə əsl kənd qoxusu gəlir. Yaşıllığın, təbiətin qoxusunu burada daha dərin hiss eləmək olur. Burada qəşəng tut var idi. İndi hal-hazırda yoxdur. Artıq sezon keçib, hələ də o iyi davam edir. Çox gözəl bir qoxu gəlir. Belə burada da böyürtkənlər var. Gedirik Yedigöz Kəhrizə. Yedigöz Kəhriz orada yerləşir. Burada çox gözəl fındıq ağacları var. Buranın mənzərəsi ümumiyyətcə çox möhtəşəmdir. Burada gələndə belə bir yerdə var. Biz bura 2 dəfə gələndə çox fərqli idi. Hələ otlar tam çıxmamışdı. İndi biraz gəlib burada istirahət edənlər buraları zibilləyir də. Və əlavə bir şeylər də, yəni məsəl üçün qoyulub, bilmirəm bu nə məqsədlə qoyulub, amma özü sadə çox gözəl görsənir. Yedigöz Kəhrizdir. Saymışam, həqiqətən də 7 gözü var. Bunlar lap dərin axan gözüdür. Maraqlı qozlar, yaxşıdır. Buralar təmiz, belə deyim də, qəşəng, nə deyirlər ona? Yarpız deyirlər də, söyləmişsə, yarpız var idi. İndi burada bir dənə də gözü var və hal-hazırda dəsən o gözləri tutulub. Amma əsas 4 dənə gözü axır. Burada beləcə bu yer Mədəniyyət Nazirliyi tərəfindən qorunub saxlanılır. Yəni tarixi abidə kimi, amma təəssüf ki, bura gələnlər buranın qədrini bilmir. Suyu isə çox dadlıdır, yəni mühtəşəmdir. İndi Kəhrizin əsas nöqtəsini də sizə göstərəcəm. Bura isə Kəhrizin əsas mənbəyidir. Buradan su gəlir, daşlarla süzülür. Oradan da Yedigöz Kəhriz formasında axır. Çaydan biraz aşağıya getmişdik qışda gələndə. Deməli burada o tərəfdən artıq çay axır. Daha doğrusu Yedigöz Kəhriz axır. Orada səsi də gəlir hətta. Çay formasında axır o tərəfdən. Çox maraqlı yerlər idi. Hətta o başa qədər tam getmişdik. Sadəcə indi buraları hədsiz, belə deyim də, tikanlıq basıb artıq getmək olmur. Payızda çəkib paylaşmışdım. Videolarımıza baxsanız, hansı ki Yedigöz Kəhrizi Sirli Bulaq olaraq paylaşmışdım. Orada görə bilərsiniz. Çox maraqlı görünüşə sahibdir. Yəni gur şəkildə axırdı. Buralar da belə boş sahədir. Çox gözəldir. İstirahətlik zonadır. Hətta orada hal-hazırda da istirahət edirlər. Amma kəşki gələn insanlar buraları zibilləməsə, zibillərini qoyub getməsələr. Maşallah olsun, çox insan gəlir hal-hazırda bura. İstirahət üçün maraq göstərirlər. Yerli sakinlər gəlirlər baxmaq üçün və yaxud da kimlərsə gəlirlər, istirahət edirlər. Çox gözəl hal-hazırda da, belə deyim də, burada hava möhtəşəmdir. Qəşəng görsənir. Yedigöz Kəhrizi gəzdik. Artıq demək olar axşam düşüb. Telefonumuzun da effekti ölür. Gündüz daha qəşəng çəkir, nəinki gecə. Əslində burada bir çox yerlər var. Sadəcə artıq yaşıllıq hər tərəfi alıbdır. Ona görə tam göstərmək olmur. Bir neçə kadrda gedərkən çəkəcəyik və videomuz sonlanacaq. Təbii ki, maraqlı videolarımız davamiyyətdə olacaq. Ona görə də sizə də Qarabağ videolarımız, gəzintilərimiz maraqlıdırsa, bu arada qeyd edeyim, avqustun 10-u Böyük Qarabağa turumuz olacaq və orada sizə gözəl videolar paylaşacağım. Ona görə də videomuzu bəyənib, gözəl sözlərinizi yazıb və kanalımıza abunə olmağı unutmayın.